Salam qızlar, yeni bir slog videosuyla qarşınızdayım. Dünən ad günüm idi. Təbriklərinizə, gözəl sözlərinizə görə təşəkkür edirəm. Kim mənə nə arzu edirsə, Allah ona 2 qat qarşılığını versin deyərək keçirən videoma. Bu videonu daha öncə çəkmişdim. Biraz təmizlik etdim, pəncərəni sildim, amma nə əcəbsə sonra yağış yağmadı. Ad günü hədiyyəmi də dünən sizinlə paylaşdım. Dediyim kimi daha öncədən çəkilmiş bir video olduğuna görə burada hələ kiçik toz soranım ilə təmizlik edirəm. Dyson'ın qiyməti barədə sual vermişdiniz. Ən uyğun qiymət olaraq 1000 manata aldıq. Bilənlər bilir ki, bu markanın elə başlanğıc qiyməti 800-900 manat arasıdır. Əslində ad günümdə tamam fərqli bir şey istəyirdim. Sonra tərəzi qərarsızlığım tutdu və elə ayın 12-si Dyson almağa qərar verdik. Çox sağ olsun yoldaşım da hədiyyəsinə görə. Allah min əvəzini qaytarsın. Niyə sırf Dyson deyə soruşsaz, 1-2 il sonra istifadə edib fikir bildirənlər ilk günkü kimi performans ilə işlədiyini qeyd edirlər. Əlbəttə ki, elektronika məhsulları biraz bəxt işidir. Yaxşı çıxan da var, daha sonra xarab olan da, inşallah uzun ömürlü olar. Belə artıq 2 gündür əlimdən düşmür deyərdim və fərqli başlıqlarının da olması yaxşıdır ki, tez bir zamanda evi səliqəyə sala bilirəm. Burada isə Ajdaya Temudan çəhrayı rəngdə belə bir dəstə almışdım. Onu da göstərirəm. Yaxşı çıxdı, bəyəndim. Fərqli rənglər də var. Kodunu yazdım, istəsəz baxarsınız. Abunə olmağı unutma. Hələlik.